Bəli, qeyd etdiyiniz kimi yaz tətil günlərini Respublikamızın əsrarəngiz təbiətində vaxtını keçirən ziyarətçilər həmçinin qərb bölgəsində yerləşən və dünya şöhrətli Göygöl Milli Parkına da üst tuturlar və biz hal-hazırda Göygöl Milli Parkının ərazisindəyik və burada yaz fəsli olmasına baxmayaraq ölkəmizdə Milli Parkın ərazisinə az da olsa qarın yağması müşahidə olunur. Ümumilikdə yaz tətili günlərində turistlərin əraziyə kütləvi axını müşahidə olunmaqdadır. İstər ölkə daxilindən, istərsə də ölkəmizə yaz tətili günlərini keçirmək məqsədi ilə təşrif buyuran xarici qonaqlarımız da məhz Göygöl Milli Parkına gələrək bu füsunkar təbiət hadisəsindən sözün əsl mənasında zövq alırlar və xatırladım ki, Göygöl Milli Parkı istirahət günləri olmasına baxmayaraq gücləndirilmiş iş rejimində çalışır. Ümumilikdə turistlərin gəlişi ilə bağlı bizə daha ətraflı məlumat elə Göygöl Milli Parkının direktoru Fuad Quliyev ətraflı məlumat verəcək. Buyurun Fuad müəllim. Xoş gördük Xaliq müəllim. Hal-hazırda Göygöl Milli Parkı öz bahar günlərini yaşayır və turistlər burada bayramlarını keçirmək üçün təbiəti müşahidə etməyə, seyr etməyə gəlməkdədir. Bu bayram günlərində xüsusilə qeyd etmək istəyirəm, turistlərin gəlişinin artımı müşahidə olunur. Göygöl Milli Parkında olan bu gözəllikləri istərdik ki, bütün Azərbaycanımız gəlsin, görsün. Hal-hazırda qeyd etdiyiniz kimi Milli Park gücləndirilmiş iş rejiminə keçib və səhər saat 9:00-dan axşam 18:00-a dək Milli Parka turistlərin girişi gerçəkləşdirilir. Onlar üçün burada hər cür şərait yaradılmışdır. Hazırda gördüyünüz kimi Göygöl Milli Parkında həm yaz havası yaşayırıq, həm qışdan müşahidələr var. Əraziyə dünən axşamdan çox az da olsa qar örtüyü düşmüşdü. Göygöl Milli Parkı haqqında əlavə məlumatlar da vermək istəyirəm. Azərbaycandakı bütün vətəndaşların və eləcə də xarici ölkədən gələn qonaqların hər birinin, yəni Göygöl ərazisini, Göygöl rayon ərazisini və eləcə də bu rayonun yaxınlığında yerləşən Göygöl Milli Parkını görmək istəmələrini biz çox müşahidə edirik. Hal-hazırda biz onların statistikasını, qeydiyyatını girişdə aparırıq və növbəti məqamlarda inşallah turistlərin sayları haqqında sizə dəqiq məlumatlar verəcəyik. Amma onu qeyd etmək istəyirəm ki, Milli Park yay mövsümünə keçdikcə öz demək saysız hesabsız turistlərini qəbul etməyə hazırlaşır. Təşəkkürlər. Xatırladaq ki, Göygöl Milli Parkında həm də 10 marşrut üzrə ekoturizm marşrutları da təklif olunur məhz bura gələn ziyarətçilərə və həmən ziyarətçilər 13 min hektara yaxın ərazisi olan Göygöl Milli Parkında Göygöllə yanaşı 19 gölü həm də ərazidəki zəngin flora və fauna ilə də yaxından tanış olmaq imkanı əldə edə bilərlər məhz bu ekoturizm marşrutlardan istifadə etməklə. Hazırda 2 fəslin yaşandığı Göygöl Milli Parkından bizim çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən sizdədir.